Sovet İttifaqının ən amansız qatili. Aleksey Sukletin 1943-cü ildə Kazan şəhərində anadan olub. Uşaqlıqdan pişikləri və küçə itlərini öldürməyə başlayan Sukletin yetkinlik yaşlarında dəhşətli cinayətlər törətdi. 1979-cu ildən etibarən Aleksey öz sevgilisi Madina ilə insanları aldadaraq evlərini aparıb öldürürdü. Ən dəhşətlisi budur ki, onlar qətlə yetirdiyi hər bir qurbanın cəsədini parçalayıb yeyirdilər. Sonradan məlum oldu ki, qurbanların ətlərini qonşularına donuz əti kimi satır, qalıqları isə həyətlərində bastırırdılar. Onun ən gənc qurbanı 11 yaşlı Valya Yelikova idi və qızı öldürməzdən əvvəl bir neçə gün evində saxlamışdı. Qurbanlarının ümumi sayı 30-dan çox idi. Sukletin onların qanını içir, Madina isə ətlərindən sevgilisinə yemək hazırlayırdı. 1985-ci ildə Alekseyin bir dostu onun həyətindəki çəndə insan qalıqlarını taparaq dərhal polisi məlumatlandırdı. Axtarış zamanı Sukletinin evində qurbanların əşyaları, pasportları və soyuducuda cəsəd parçaları aşkarlandı. O polisə cinayətlərini soyuqqanlılıqla izah edərək özünü həm tanrı, həm də şeytan adlandırdı. 1987-ci ildə Kazan Alligatoru ləqəbi almış manyak güllələnərək edam edildi. Ətçəkən Dina ləqəbi qazanmış sevgilisi Madina isə sadəcə yemək bişirdiyini etiraf edərək sərt rejimli koloniyada 15 il həbs cəzası aldı. Özünüzü qoruyun.